Salam əziz şagirdlər. Bu gün biz 9-cu sinif kimya dərsliyində 1.3 molar kütlə mövzusuna baxacağıq. Əvvəlcə mövzunun əsas hissələrini qeyd edək, daha sonra mövzunun içərisində verilmiş sualların izahına bir-bir baxaq uşaqlar. Bizim üçün mövzunun ən əsas hissələri bizə verilmiş düsturdur. Bizə mövzunun içərisində verilib ki, kiçik n bərabərdir, kiçik n vurulsun böyük n. Uşaqlar, biz buradan bilməliyik ki, kiçik n tapa biləcəyimiz maddənin kütləsidir. Kiçik n maddə miqdarı, yəni mol miqdarıdır. Böyük n isə molar kütlədir. Yəni biz verilmiş maddənin kütləsini tapmaq istəyiriksə, bizə verilən mol miqdarını molar kütləyə vuraraq kütləni tapa bilərik. Digər önəmli hissə uşaqlar. Qaz qarışığı üçün orta molar kütlənin tapılmasıdır. Orta molar kütlədə eyni ilə m orta bərabərdir. n1 üzərinə gəlsin m2 bölünsün n1 üzərinə gəlsin n2 şəklində olur. Yəni kütlələrin ümumi cəmi mol miqdarlarının ümumi cəminə bərabər olacaq. Buradan da uşaqlar biz n1-i eyni ilə bu düstur kimi aça bilərik. Yəni n1 vurulsun m1 şəklində, m2-ni də n2 vurulsun m2 şəklində aça bilərik. Bu da bizim orta molar kütlənin tapılması düsturu. İndi gəlin sualların içərisində verilənlərə baxaq. Oradan sizə hər şey daha aydın olacaq. Əvvəlcə öyrəndilərin tətbiq yerinə baxaq. X medalının molar kütləsini müəyyən edin. Bizə belə bir tərəzi verilibdir. Tərəzinin bir gözündə kalsium var, digərində isə X var. Gəlin əvvəlcə kalsium üzərində olan topların sayını sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Görürük ki, 9 top. Yəni kalsiumun üzərində 9 dənə atom var. Uşaqlar, kalsiumun özü nədir? 1 atomludur. 1 mol kalsium, yəni 1 mol kalsiumda 1 atom varsa, 9 atomda nə qədər olacaq uşaqlar? 9 mol kalsium olacaq. Deməli, biz n-i tapdıq 9. N-imiz məlumdur. Düsturumuzdan n bərabərdir, n vurulsun böyük m idi. N yazdıq 9. Molar kütləmiz nədir uşaqlar? Kalsiumun molar kütləsi 40-dır. Deməli, böyük m-imiz də məlumdur. 9-u 40-a vurub bizə ümumi kütləni tapa bilərik. Onlar 360. Deməli, tərəzinin bir gözünün 360-dırsa, digər gözdə 360 olmalıdır. İndi gəlin x üçün yazaq. X üçün 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə. 15 atom var. 15 atom varsa, deməli 15 molda x var uşaqlar. Düzdürmü? Bizim düsturumuz necə idi? N vurulsun, böyük n vurulsun m. 15 mol tapdıq. Bərabərdir. Bizim x-in molar kütləsi bilmədiyimiz üçün x şəklində yazdıq. Nəyə bərabər olacaq uşaqlar? Tərəzinin bir gözü 360-dırsa, digər gözdə 360 olacaq. Deməli, ümumi kütləmiz 360 olduğu üçün 360-a bərabər olacaq. Buradan da 360-ı 15-ə bölsək, 2 dəfə 24. Deməli, x-imiz də oldu 24, yəni alüminium elementi. İkinci suala baxaq uşaqlar. Atom sayı 8 qram metanda, yoxsa 32 qram oksigende daha çoxdur. Cavabınızı hesablama ilə əsaslandırın. Gəlin baxaq uşaqlar. Bizə verib metan. Metanın molar kütləsini hesablasam neçə olar? 12 üzərinə gəlsin 4 olar 16. 8 qram metan veribdir. 8 qram metan verilibsə, deməli kiçik m-imiz məlumdur, böyük m-imiz məlumdur. Biz buradan mol miqdarını tapa bilərik. Mol miqdarını da tapmaq üçün n bərabərdir, kiçik m bölünsün böyük m olar. Qoysaq yerinə 8 bölünsün 16 alınar 0,5 mol. İndi bizdən uşaqlar atom sayını istəyir. Baxın atom sayı. Biz nə görürük? Görürük ki, CH4-lü ümumi atom sayı nə qədərdir? 4 burada, 1 burada, 5 dənədir. Belə yazıram. 1 mol CH4-də 5 atom varsa, 5 mol atom və yaxud da 5 atom varsa, 0,5 mol CH4-də nə qədər olacaq uşaqlar? X olacaq. Bunu da vursaq alarıq 2,5 mol atom.
Bunu istəsəz təbii ki, riyaziyyatı yaxşı olanlar, hesablaması yaxşı olanlar tez şəkildə həll edib keçə bilərlər. Uşaqlar, sadəcə mən sizə tam aydın olması üçün biraz daha açıqlayıcı şəkildə göstərməyə çalışıram. Bu oldu 2,5 mol. İndi digər bizə verib ki, oksigendən nə qədər atom. Oksigeni hesablasaq uşaqlar, M oksigen bərabərdir nəyə? 16 vurulsun 2-yə, 32-yə. Bizə isə 32 qram, yəni kiçik yemi verib 32. Buradan da N bərabərdir. Kiçik yem bölünsün böyük yem 32 bölünsün 32 alınar 1 mol. Gəlin indi burada baxaq. Biz nə görürük? Görürük ki, oksigende 2 atom var. Deməli, 1 mol, baxın yuxarıdakı kimi yazıram. Baxın, 1 mol, CH4'də da yazmışdım. Burada da oksigen yazacağım. 1 mol O2'də 2 mol atom varsa, yenə aldığımız bu 1 molda nə olacaq uşaqlar? X, buradan da alacağıq 2 mol atom. İndi nə deyir? Deyir ki, atom sayı metanda yoxsa oksigende daha çoxdur. Burada 2,5 mol atom aldıq. Burada da 2 mol atom aldıq. Deməli, 2,5 böyükdür 2 mol atomdan. Yəni, metandakı olan atom sayı oksigenden çox olacaq. Üçüncü suala baxaq. Tərkibində 2,4 qram karbon olan metanın mol sayını və kütləsini qramla hesablayın. Gəlin hesablayaq uşaqlar. 2,4 qram karbon verib. Əvvəlcə karbonun molar kütləsini yazdıq. 12 qram bölünsün mol. 2,4 qram karbon veribdir. Deməli, bizim kiçik enimiz məlumdur. Böyük emimiz məlumdursa, biz burada nəyi tapa bilərik? Mol miqdarını tapa bilərik. Mol miqdarını tapmaq üçün kiçik en bərabərdir. Kiçik en bölünsün böyük emə. 2,4'ü də bölürük 12'yə. Bunu da bölsək 24, 0,2 mol. Mol. İndi bizə nə istəyir? Metanın mol sayını istəyir. Və kütləsini qramla hesablamamızı istəyir. Uşaqlar, CH4'də neçə dənə karbon atomu var? Bir dənə karbon atomu var. Deməli, bir karbon atomu olduğuna görə də elə 0,2 mol da karbon atomu olacaq. Daha sonra kütləsini qramla hesablamamızı istəyir. Gəlin onu da hesablayaq. Kiçik m bərabərdir. Kiçik n vurulsun m olar. 0,2 tapmışdıq. Molar kütləmiz də 16'dır. 16'nı da 0,2'yə vursaq, alarıq 3,2 qram. Bu da belə. Bu bizim birinci sualımızın cavabı uşaqlar. Bu da bizim ikinci sualımızın cavabı. Dördüncü suala baxaq. Qarşılıqda karbonun kütləsini və kükürdün mol sayını hesablayın. Bizə verilib karbon və kükürd, onların ümumi mol sayını 0,5 veribdir, kütləsini də 12 veribdir. Gəlin bunun ən yaxşısı uşaqlar, ən rahatı riyazi tənliklə həll eləyək. Riyazi tənlik nədir? Bizə karbon veribdir, kükürd veribdir. Mol sayılarını 0,5 veribdir. Karbonu x qoyuram, kükürdə də y qoyuram. Ümumi mol sayı 0,5 olduğuna görə x üzərinə gəlsin y bərabərdir 0,5'ə. Kütləsini isə uşaqlar 12 qram veribdir. Yəni bu nə deməkdir? Karbonun kütləsi 12'dir. 12'ni x-ə vururuq, 12x. Kükürdün kütləsi 32'dir, 32'ni y-ə vururuq, 32y. Bərabərdir 12'yə. Sadəcə sistem tənliyi həll etməliyik. Gəlin həll eləyək. Yuxarı hissəni vururam 12'yə. 12'yə vursam, alaram 12x. Üzərinə gəlsin 12y. 12'ni də 0,5'ə vursam, 10'da 5, 2'də 1, 6. 12x üzərinə gəlsin 32y. Alındı 12'yə. Aşağıdan yuxarını çıxsam uşaqlar. 12'dən 12'ni çıxdım, getdi. 32'dən 12'ni çıxdım, aldım 20y. Bərabərdir. 12'dən də 6'nı çıxdım, aldım 6. Y də bərabərdir. 6'nı 20'yə bölürük. Buradan da alınar 0,3. Uşaqlar, nə tapdıq? Y tapdıq 0,3. Y 0,3'dürsə, ümumi cəmimiz 0,5 olduğuna görə x-imiz də olacaq 0,2. Yəni, karbonun mol sayı 0,2'dir, kükürdün də mol sayı 0,3 olacaq. İndi bizdən nə istəyir baxaq. Qarşılıqda karbonun kütləsini və kükürdün mol sayını. Kükürdün mol sayını tapdıq nə qədər? 0,3.
Karbonun kütləsini istəyirsə, biz karbonun mol miqdarı nə qədər tapdıq uşaqlar? 0,2. Düsturumuz necə idi? N bərabərdir, kiçik n vurulsun böyük n. Karbonun molyar kütləsi neçədir? 12-dir. Mol miqdarını tapdıq 0,2. 12-ni də 0,2-yə vursaq, alarıq biz karbonun kütləsini. Bu da bizim birinci sualın cavabı. Öyrəndiklərinizi yoxlayına baxaq. Molyar kütlə nədir? Hansı vaidlə ifadə olunur? Mövzunun içərisində vaidi uşaqlar, maddənin 1 molunun kütləsi, onun molyar kütləsi adlanırdı. Molyar kütlənin ölçü vaidi də nə idi? Qram bölünsün mol idi. İkinci suala baxaq. Cədvəl dəftərinizə köçürün və tamamlayın. Gəlin tamamlayaq. Nə veribdi bizə? Oksigen veribdi, mol sayını veribdi, kütləsini istəyir. Çox sadə. Düsturu qoyduq yerinə həll elədik uşaqlar. N bərabərdir, kiçik n vurulsun böyük n. Mol miqdarını verib 2. Oksigenin kütləsi neçədir? M oksigen bərabərdir. Bircə dəqiqə yazmadı. M oksigen bərabərdir 32-yə. 32-ni də 2-yə vursaq, alarıq 64. 64 qram. İkincidə baxıram. M bərabərdir, kiçik n vurulsun böyük n. Mol veribdi bizə 5. M H2-onu yazsaq, 2 üzərinə gəlsin 16 olar 18. 5-i də 18-ə vursaq uşaqlar, nə alarıq? 90 qram. Üçüncüyə baxırıq. M bərabərdir. Kiçik n vurulsun böyük n. Mol miqdarını verib 0,5. MCH4-ü də hesablasaq, 12 üzərinə gəlsin 4 vurulsun 1. 4 olar. 12-ni də üzərinə 4 gəlsək, alınar 16. 0,5-i də 16-ya vursaq, alarıq 8 qram. Daha sonra kalium HCO3 verib uşaqlar. Gəlin əvvəlcə hesablamamışdan qabaq. 0,25 vurulsun neçə? Uşaqlar, kalium HCO3 hesablasaq. Kalium 39-dur. Hidrogen 1-dir. Karbon 12-dir. Oksigen 16 vurulsun 3 olduğu üçün neçə olacaq? 48. İndi gəlin bunu hesablayaq. Olur 60, 61. 61-in də üstünə 39 gəlsək, alarıq 100. 0,25-i də 100-ə vursaq, alacağıq 25 qram kalium HCO3. Bu qədər. Üçüncüyə baxaq. Maddələri mol sayının artma ardıcıllığı ilə düzün cavabınızı hesablama ilə əsaslandırın. Əla. Bizə 84 qram veribdir. Uşaqlar, eyni ilə düsturumuzdan istifadə edirik. Kiçik n bərabərdir. Kiçik n bölünsün böyük n. Bizə nə veribdir? 84 qram kalsiumo veribdir. Deməli, kiçik n veribdir bizə 84. Böyük n hesablasaq. Böyük n, burada yazıram, kalsiumo. Kalsium kütləsi neçədir uşaqlar? 40-dır. 40-ın da üzərinə 16 gəlsəm, alınar 56. 84-ü də neyniyəcəyik? 56-ya böləcəyik. Bunu da bir dəqiqə bölüm tez. 1,5 mol. Yeni tapdıq, 1,5 mol. Bu bizdə oldu A variantı. B variantına baxaq. Kiçik n bərabərdir. Kiçik n nə veribdir bizə uşaqlar? 40 veribdir. 40 bölünsün. Kuprum onu da hesablasaq. 64 üzərinə gəlsin 16 olar. Yəni 80. 40-ı da 80-ə bölsək, 1 bölünsün 2, 0,5 mol. C-yə baxıram. N bərabərdir. Kiçik n veribdir bizə 100 bölünsün. Kalsium CO2 hesablasaq. 40 üzərinə gəlinsin 12, üzərinə gəlsin 16 vurulsun 48 olar. Bunu da cəmləsək 60, yəni 100. 100-ü də 100-ə bölsək, alarıq 1 mol. D variantına baxaq. Kiçik n bərabərdir. Kiçik n-i verib 80 qram. Maqnezium onu hesablasaq. Maqnezium özü neçədir uşaqlar? 24-dür. 24 üzərinə gəlsin 16, olar 40. 80-i də 40-a bölsək, alarıq 2 mol. İndi bizdən nə istəyirdi? Mol sayılan artma ardıcılığı ilə düzün. Yəni azdan çoxa düzəcəyik uşaqlar. Azdan çoxa düzürüksə B kiçikdir C-dən, kiçikdir A-dan, o da kiçikdir D-dən olacaq. Bu da bizim artma ardıcılığımız oldu. Dördüncü suala da baxaq. 32 qram O2, 42 qram N2-dən ibarət qaz qarışığının orta molyar kütləsini hesablayın. Baxın uşaqlar, gəlin buranı sileyim. Məsələn, tam görəsiniz. Nə veribdir bizə? 32 qram oksigen veribdir, 42 qram da azot veribdir. Bizə nə məlum deyil uşaqlar? Mol miqdarları məlum deyil. Əvvəlcə biz mol miqdarını tapmalıyıq ki, M ortanın yerinə qoyubdur, biz düsturu hesablaya bilək. Mol miqdarını necə tapa bilərik? N bərabərdir, kiçik M bölünsün böyük M. Kiçik M-imiz nə qədərdir? 32-dir. Böyük M-imiz nə qədər olacaq uşaqlar? Oksigenin molyar kütləsi neçədir? 16 vurulsun 2, yəni 32-dir. Aldıq 1 mol. Daha sonra bizə veribdir 42 qram N2.
Kiçik m bölünsün böyük m. Kiçik m-imizi verib bizə 42. Böyük m nə qədər olacaq uşaqlar? 14 vurulsun 2, yəni 28. 42-ni də 28-ə bölsək, 7-yə gedər 4, 7-yə getdi 6, o da olacaq 1,5 mol. Əla. İndi bizim M orta düsturumuzu qeyd eləsək, N1 üzərinə gəlinsin M2 bölünsün, N1 üzərinə gəlinsin N2 şəklində olar. Gəlin baxaq uşaqlar. Bizim N1-imiz nə qədər idi? 32 idi. M2-miz nə qədər idi? 42 idi. N1-in, yəni mol miqdarımız nə qədər idi? 1 mol və 1,5 mol. Bu da cəm olacaq 2,5-ə. Bunu da hesablayaq. Bircə dəqiqə. Buradan da alınar 29, 10-da 6 qram bölünsün mol. Bu da bizim M ortamız. Bu qədər idi uşaqlar izahımız. Ümid edirəm ki, izahım aydın oldu. Aydın olmayan hissələri rəy bölməsində qeyd edə bilərsiniz. Kanala dəstək olmaq üçün videonu bəyənməyi, rəy yazmağı və abunə olmağı unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.